Prezident administrasiyası və işğaldan azad edilən ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı əlaqələndirmə qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə qərargahın növbəti iclası Ağdam şəhərində keçirilib. Samir Nuriyev iclasda çıxış edərək dövlət başçısının xüsusi diqqət və qayğısı sayəsində Ağdam rayonu da daxil olmaqla işğaldan azad olunan bütün ərazilərin sürətlə dirçəldiyini və inkişaf etdiyini diqqətə çatdırıb. Qərargah rəhbəri deyib ki, burada dağıdılmış infrastruktur bərpa olunur, kəndlər və şəhərlər yenidən qurulur. Həyat getdikcə daha çox canlanır. 5 il ərzində dövlət başçısı işğaldan azad olunmuş ərazilər üzrə 500-dən çox tədbirdə iştirak edib, müxtəlif təyinatlı 159 layihənin təməlini qoyub, 133 infrastruktur obyektinin açılışını edib. Bildirilib ki, işğaldan azad olunmuş ərazilərdəki 14 yaşayış məntəqəsinə keçmiş məcburi köçkünlərin qayıdışı artıq təmin edilib. Bütövlükdə hazırda dövlət və özəl sektorlarda işləyən, həmçinin təhsil alanlar da daxil olmaqla işğaldan azad edilmiş ərazilərdə 43 mindən çox insan yaşayır və fəaliyyət göstərir. İclasın sonunda Samir Nuriyev işğaldan azad edilən ərazilərdə həyata keçirilən bərpa quruculuq işlərinə mühüm əhəmiyyət verildiyini bildirib, dövlət başçısının qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində müvafiq tapşırıqların iştirakçıların diqqətinə çatdırıb.